Bugünkü dərsimiz olacaq gimnastika. Gimnastikanın tarixi 5-ci əsrdə qədim Yunanıstanda təhsil, hərbi və sağlamlıq üçün komplekslər, hərəkətləri ifadə edir. Mənası çılpaq bədən deməkdir. Deməli, qədim Yunanlar belə hesab edirdilər ki, gimnastika bədənin çeviklik, güc, cəldlik, qəd-qamət, gözəllik verir, insana igidlik, nəzirlik hissləri yaşadır. Beynəlxalq Gimnastika Federasiyası 1881-ci ildə yaradılmışdır. 1896-cı ildə Afinada keçirilən ilk Olimpiya oyunlarında kişilər proqrama daxil edilərək idman gimnastikası da burada yer almışdır. 1928-ci ildə isə qadınlar Olimpiya oyunları proqramına daxil edilmişdir. Deməli, kişilərin idman Olimpiya oyunları 1896-da, qadınlar isə 1928-ci ildə daxil edilmiş oldu. Deməli, idman gimnastikası üzrə kişilər arasında ilk dünya çempionatı FIİ-nin əsası qoyulmuş Belçikalı Kubressonun təşəbbüsü ilə 1903-cü ildə Antverpendə, yəni Belgiyaya keçirilibdir. 1903-cü ildən 13-cü ilə qədər dünya çempionatı 2 ildən bir, 1922-ci ildən isə 4 ildən bir keçirilməyə başlamışdır. 1938-ci ildə qadınlar ilk dəfə olaraq dünya çempionatında iştirakə başlamışdır. 56-cı ildə, yəni 1956-cı ildə Azərbaycan Gimnastikası Federasiyası yaradılmışdır və 2002-ci ildən də Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilmişdir. Gimnastikanın növləri sayılır. Deməli, Azərbaycan Gimnastikası Federasiyasının 9, Beynəlxalq Gimnastika Federasiyasının isə 8 növü vardır. Gəlin bir-bir sadalayaq. Bədii gimnastika, kişi idman gimnastikası, qadın gimnastikası, batut gimnastika və tumbling, aerobika gimnastikası, gimnastika hamı üçün, time game və Beynəlxalq Gimnastikası Federasiyasına daxil deyil, Azərbaycanınkına daxildir. Time game Azərbaycana aid edilir, yəni Beynəlxalq Gimnastika Federasiyasında time game yoxdur və parkur isə 9-cudur ki, bu da deməli gimnastikalarımıza aid edilir. Bədii gimnastikaya baxırıq müəllimlər. Bədii gimnastika İsveçrədə yaranan idman növüdür. Aktyorluqdur, balet, musiqi və pantomim ilə birlikdə edilir. Bədii gimnastika turnirləri yalnız qadın idmançıları iştirak edilir. Və sual düşsə ki, bədii gimnastikada kişilər, xeyr, kişilər iştirak etmir, yalnız qadınlar iştirak edir. 1984-cü ildə Olimpiya oyunlarına daxil edilən bədii gimnastikasının özünə xas qaydaları və qiymətləndirmə sistemi vardır. Deməli, bədii gimnastikanın 5 alətdə çıxış edirlər. Bu alətlərdən hansılardır? Halqadır, top, gürzə, lent və iplərdən istifadə edirlər. İndi isə baxaq, burada verilibdir. Bunu diqqət yetirək, daha sonra digərinə keçək. Deyir, həm incəsənət, həm də idman növü olan gimnastika özündə 2 yarış proqramını birləşdirir. Bir fərdi çıxışları, bir də qrup hərəkətləri. Hər bir qrup komandası 5 əsas, 1 ehtiyat oyuncudan ibarətdir. Gimnastikada ibarət olur və ehtiyat olan gimnastika 2 hərəkətdən birində çıxış etməlidir. Bədii gimnastika bayaq dediyim kimi sırf qadın idman növüdür və ölçüsü 13-13 metr olan xüsusi xalçadan musiqi müşahidəsi ilə yerinə yetirilir. Dedik ki, deməli, bədii gimnastikada neçə alətlə çıxış edilir? Deməli, 5 alətlə halqa, top, gürüzlər, lent və iplə. Bir qayda olaraq böyük gimnastlarda ip hərəkətlərindən başqa, deməli, bütün digər alətlərdə çıxış edirlər. Yeniyetmə gimnastlar isə hər iki alətlə də bir alət dəyişir. Yəni, yeniyetmələrdə iplə, lent əvəzləşdirilə bilir.
Amma iplə hərəkətlər böyük gimnastlara belə deyək də çıxışlarında istifadə etmirlər. Yanılış zamanı fərdi proqramda çıxış edən gimnast 4 alətlə 4 hərəkət yerinə yetirməlidir. Qrup komandası isə 2 alət hərəkətləri nümayiş etdirir. Birinci eyni alətlə, ikincisi ilə isə yəni 5 aynı alətlə, İkincisi isə 2 fərqli alətlə. Bədii gimnastika yalnız çoxnövçülük, olimpiya növləri sayılır. Gəlin indi isə alətlərimizə baxaq. Alətlər böyük fərdi, yəni gimnastlar 4 alətlə çıxış edirlər. Bunlar dedik hansılardır? Halqa, top, gürzə və lentlərdə. İpə baxırıq müəllimlər. İp necədir? İp çətənə lifi və ya digər sintetik materiallardan hazırlanır. Bu alət həm rəngi, bir rəngli, həm də müxtəlif rəngli ola bilər. Uzunluğu yadınızda qalsın. Gimnastın boyu nə qədərdirsə, gimnastın boyunun uzunluğuna uyğun olmalıdır. İplə hərəkətlər çeviklik, tullanma bacarığı və koordinasiya tələb edir. İndi isə baxaq halqalarla hərəkətlər. Halqalarla hərəkətlər, baxın müəllimlər, halqalarımız budur, ipimiz də bu idi. Halqalarla hərəkətlər, halqamız necə olur? Halqa plastikdən hazırlanır. Halqanın daxili diametri 80-90 sm arasında dəyişir, çəkisi isə 300 qram təşkil edir. Bir çox gimnastlar gözəllik üçün halqanı müxtəlif rənglərlə bəzəyir, yəni geyimlərinə də uyğun ola bilər. Topumuza baxırıq, müəllimlər. Baxın, topumuz da budur. Deməli, top rezindən və ya sintetik materiallardan hazırlanır. Topun diametri 18-20 sm, çəkisi isə 400 qram təşkil edilir. Top istənilən rəngdə ola bilər. Dinamik alət olmağına baxmayaraq, top ənənəvi olaraq daha çox hərəkətlərdə zəriflik və lirika nümayiş etdirməyə imkan yaradır. Gürüzlərə baxırıq, müəllimlər. Gürüzlər isə gördüyünüz kimi bunlardır. Gürüzlərimizə gəlin baxaq, görək gürüzlərimiz necə olur. Gürüzlər sintetik materiallardan hazırlanır. Gürüzlərin uzunluğu 40-50 sm olur. Gürüzlərin hər birinin çəkisi deməli 150 qramdır. Onlar bir rəngli və ya müxtəlif rənglərlə bəzəldilmiş olar. Gürüzlər daha çox həm sağ, həm də sol əlin eyni dərəcədə istifadə etdiyi bacaran gimnastın arasında xüsusilə məşhurdur. Lentimizə baxırıq müəllimlər. Lentimiz 5-ci alətimiz isə lentimizdir. Lent də gördüyünüz kimi budur. Lent çubuqdan və lentin özündən ibarət olur. Bilirik ki, çubuq lentə belə deyək də, lent asılı olur. Onun uzunluğu böyük gimnastlar üçün 6 metr, gənclər üçün 5 metr, eni isə 4-6 sm olur. Lent həm monton, həm də istənilən rəngdə bəzəldilmiş ola bilər. Çubuq silindrik və konus formasında olur və əsasən plastik, bambuq və orqanik şüşədən hazırlanır. Bütün gimnastika alətlərində ən çox göz oxşayan alətlərdəndir. Lentin idarə olunması çiyin və əzələlərdə güclü olmasını tələb edir. Bu bizim hansı oldu? Deməli, bədii gimnastikamız. Hansı deməli alətlərdən istifadə etdik? İpdən, halqadan, topdan, gürüzdən və lentdən. İndi isə müəllimlər baxırıq kişi idman gimnastikasına. Kişi idman gimnastikası isə 6 alət üzərində deməli çıxışlar həyata keçirilir. Hansı hərəkətlərdir? Deməli, hansı alətlərdir? Xalçada sərbəst hərəkətlərdir. Dəstəli atla, halqalar, dayaqlı tullanma, paralel qollar və turnik. Gimnastika iri miqyaslı yarışlarda, o cümlədən olimpiya oyunlarda fərdi çoxnövçülüyə ayrı-ayrı alətlər üzrə finallar və komanda hesabında qüvvələri sınanılır. Deməli, kişi idman gimnastikasını gəlin baxaq görək, Azərbaycanın da ilk dəfə müstəqillik əldə etdikdən sonra ilk dəfə belə deyək də olimpiya oyunlarında necə olmuşdur və kim təmsil etmişdir. İlk dəfə olaraq Şakir Şəxəliyev 2012-ci ildə Londonda, Böyük Britaniyada keçirilmiş olimpiya oyunlarında kişi idman gimnastikası üzrə yarışlarda ölkəmizi təmsil etmişdir. Böyük yaş kateqoriyasına aid olan deməli
İdman gimnastika Bakıda keçirilmiş ilk çoxlövlü idman yarışı idi. Birinci Avropa oyunları zamanında Azərbaycan komandasının ümumi hesabına 5 medal deməli yazdırmışlar. Belə ki, Oleg Stepko 1 qızıl paralel qollar, 2 gümüş çovnövçülük və dəstəlat, 1 bürünc dayaqlı tullanma medal qazanmışdır. Bundan əlavə o komanda yoldaşları Petro Paxnyuk və Eldar Səfərovla birgə komandanın hesabını 3-cü yerə layiq görmüşdülər. İndi isə gəlin alətlərimizə baxaq. Alətlərimiz dedik ki, xalçada sərbəst hərəkətlərdir. Sərbəst hərəkətlərimiz, baxın müəllimlər, bunlardır. Deməli, xalçalarımızın ölçüsü necədir? Sərbəst hərəkətlər üçün xalçanın 12x12-yə metri 1 metr məhdudlaşdırılmış təhlükəsiz xətti ilə əhatə olunmuş xüsusi gimnastika xalçasında yerinə yetirilir. Sərbəst hərəkətlər özündə güc elastikliyi, tarazlığı əks etdirən, deməli, templi, akrobik və qeyri-akrobik elementləri birləşdirir. Burada mayalla qaçma, salato, şpaqat, əllər üstə dayanma və digər elementlər sərbəst hərəkətlərdə neyniyir? Deməli, nümayiş etdirilir. Dəstəli ata baxırıq müəllimlər. Baxın, dəstəli atımız budur. Dəstəli atımızın hündürlüyü, yerdən hündürlüyü 1 metr 115 santim, belə deyək də 115 santim, eni isə 35 santim, uzunluğu 160 santim təşkil edir. Dəstələrin uzunluğu, bax, dəstələrimiz yəni əlimizlə tutulan yeri göstərir burada. Dəstələrin uzunluğu 12 santim, arasındakı məsafə isə 40-45 santim bərabərdir. Dəstəli at üzərində çıxış zamanı yalnız əllərlə alətə toxunmaq olar. Bu alət üzərində hərəkət, davamlı fırlanma, dairələr, dövrələr, ayaqlar aralı və bitişik şəkildə yerlənmələr, qolaylanmalar, iki ayaqla dönmələr, qayçı hərəkətləri, həmçinin əllər üzərində duruş elementlərindən ibarətdir. İndi isə digər alətimiz olan halqalara baxırıq. Baxın, halqalar da bu formadadır. Halqalarda çıxışımız bu formada nümayiş etdirilir. Halqalarda alətin diametri 18 santim olan 2 halqadan ibarətdir. Yerdən uzunluğu 2 metr 8 santim hündürlüyündə yerləşir. Halqalar arasındakı məsafə isə 50 santim təşkil edir. Halqalarda çıxışın əsasını qolaylanma, güc və statik elementlər təşkil edir. Gimnastların çıxış proqramı tutma, əllərdə duruş, qolaylanma, dövrə vurma, burulma və s. elementlərdən ibarətdir. Bu hərəkətlər də idmançının yalnız elastikliyi deyil, həm də gücünü nümayiş etdirir. Yəni, halqalarda qüvvə hərəkəti də burada nümayiş etdirmiş oluruq. Dayaqlı tullanma, deməli, dayaqlı tullanmada, baxın müəllimlər, bu formada həyata keçirilir, yəni nümayiş etdirilir. Bizim dayaqlı tullanma üçün istifadə olunan dayağımız budur, yəni alətin belə deyək də şəkili burada qeyd edilibdir. Dayaqlı tullanma alətinin hündürlüyü 135 santim, uzunluğu 1 metr 20 santim, eni 95 santim təşkil edir. Qaçış cığırının uzunluğu 25 metr. Deməli, eni isə 1 metrdir. Ən sürətli alət sayılan dayaqlı tullanmada hərəkətlər əlavə təkandan istifadə edərək qaçışla həyata keçirilir. Birinci qaçılır və dayağa çıxaraq tullanılma hərəkəti həyata keçirilir. İdmançı xüsusi cığırda qaçaraq amortasiya qurğu körpücük ayaqları ilə itilənərək alətin deməli əlləri ilə əlavə təkan verir. İdmançı yerə inərkən çıxışını bitirənə qədər nə qədər çox fırlanma və vint elementləri ilə icra edərsə, proqram da daha çətin hesab olunar və yüksək xal qazanmış olar. Alətin adı idman keçisi, hərəkətin adı dayaqlı tullanma adlanır. Bu həm idman keçisi, həm də dayaqlı tullanmadır alətimiz. Paralel qollara baxırıq müəllimlər. Paralel qollarımız isə gördüyünüz kimi paralel qollarda hərəkətlər buradan istifadə edilir.
2 dənə paralel olaraq belə deyək də turnik formasında bu hərəkətlərimizi bunun üzərində nümayiş etdirmiş oluruq. Paralel qollarımız alətin yerdən hündürlüyü 2 metr, uzunluğu 3 metr 5 santim təşkil edir. Bu alətin hündürlüyü və qollar arasındakı məsafə gimnasta görə tənzimlənməyə bilər. Gimnast dayaq, asılma, çiyinlərdə müxtəlif qolaylanma, uçuş elementlərini icra edir. Paralel qollarda hərəkətləri yerinə yetirən elementlər bir-birinə rəvan şəkildə əvəz edilməlidir. Turnikimiz də gördüyünüz kimi bu alətdir. Elə turniki tanıyırıq hər birimiz ki, turnikdə hərəkətlərdə də deməli necə nümayiş etdiririk. Turnikdəki hərəkətlərimizi nümayiş etdirmək üçün turnikimizin hündürlüyü 2 metr 8 santim, eni 2 metr 4 santim, diametri isə 2 metr 8 santim təşkil edir. Turnikdə nümayiş olunan hərəkətlər möhtəşəmliyi ilə cəlb edicidir. Çıxış zamanı gimnastika fasiləsiz olaraq qolaylanma, müxtəlif tutma, fırlanma elementləri və uçuş elementləri ilə, o cümlədən həmin elementlərin birdən digərinə dəqiqliklə keçid hərəkətlərin nümayiş etdirmiş olur. Sonra indi isə gələk baxaq qadın idman gimnastikasına. Qadın idman gimnastikası deməli hərəkətləri ilk dəfə olaraq 1928-ci ildə Avstraliyanın keçirilən Olimpiya oyunlarında deməli təşkil edilmişdir. Qadın gimnastikası özündə 4 gimnastikası alətini birləşdirir. Dayaqlı tullanmaq, müxtəlif hündürlüklü qollar, gimnastika diri və sərbəst hərəkətlər. Olimpiya oyunları qadınlar 6 dəst medal uğrunda mübarizə aparır. Komanda və fərdi hesabda həmçinin ayrı-ayrı alətlərdə çıxışlara görə. Alətlərimiz necədir? Dedik ki, 4 alətdən ibarətdir. Dayaqlı tullanma idi, müxtəlif hündürlüklü qollar, gimnastika tiri və sərbəst hərəkətlər. Dayaqlı tullanma həm kişi gimnastikasında var, həm də bununla bərabər qadın gimnastikasında. Bundan başqa sərbəst hərəkətlər həm kişi gimnastikasındadır, həm də deməli qadın gimnastikasında istifadə edilir. Dayaqlı tullanmamızın deməli ölçüləri qadınlar üçün necədir? Qadınlar üçün dayaqlı tullanmanın ölçüsü deməli 1 metr, hündürlüyü 1 metr 25 santim. Kişilərdə isə bu neçə idi? 1 metr 35 santim idi. Ancaq uzunluğu eynidir. Dayaq hissəsi, yəni 1 metr 20 santim eni 95 deməli santim da təşkil edir. Yəni belə deyək də enləri 95, hündürlüyü 135, uzunluğu 120. Qadınlarla kişilərdə uzunluqla eni eynidir, lakin hündürlüyü kişilərdə 10 santim, qadınlarda dayaqlı tullanmanın hündürlüyündən deməli 10 santim hündürdür. 135 kişilərdə, 125 isə qadınlardadır. Qaçış cığırının uzunluğu burada 25 metr, deməli eni isə elə 1 metrdir, kişi deməli olduğu kimi. Sonra müxtəlif hündürlüklü qollar, müxtəlif hündürlüklü qollarda bu müəllimlər müxtəlif hündürlüklü, baxın budur, yerləri dəyişib düşür. Müxtəlif hündürlüklü, deməli bir-birindən fərqli hündürlüklərdə dayanır. Alətimiz, bu alətin hündürlüyü, qolun yerdən hündürlüyü 2 metr 5 santim, alçaq qolun isə hündürlüyü, baxın alçaq budur, deməli bu ilə göstərilir, hündür isə budur, alçaq qolun hündürlüyü isə deməli arasındakı alçaq 1 metr 70 santimdir. Onların arasındakı məsafə 180 santimetrdir. Deyir, əgər gimnast hündür boya malikdirsə, gimnastın xahişi ilə qolun hündürlüyü 10 santim da artırılmış olur. Daha bir nə var? Çıxış adətən yadda qalan enmə ilə yekunlaşmalıdır ki, sonda necə enilir bu formada yadda qalan olmalıdır.
Gimnastika terimiz. Baxın müəllimlər, gimnastika terimiz də burada qeyd edilibdir. Gimnastika terimizdəki hərəkətləri də bu formada nümayiş etdirilir. Gimnastika terimizin hündürlüyü yerdən 1 metr 25 sm, eni isə 10 sm, uzunluğu 5 metrdir. Gimnastika teri deməli, üzərində hərəkətlər, rəqs addımları, tullanışlar, dönmələr, tarazlıq, aşma, salotolar, daxili müxtəlif akrobatika elementləri ibarət olur. Gimnastlar zəriflik, elastiklik, ritm və dözümlük sərgiləmək üçün alətin bütün uzunluğundan istifadə etməlidirlər. Adətdə enmə zamanı bir sıra akrobatika elementlərin icrası isə çıxış kifayət qədər həyəcan verici olur. Deməli, indi baxırıq sərbəst hərəkətlərimizə. Sərbəst hərəkətlərimizdəki xalçamızın deməli, ölçüləri məhz kişi idman gimnastikası ilə eynilik təşkil edir. Burada 12-nin 12-yə və 1 metr məhdudlaşdırıcı təhlükəsiz xətti ilə əhatə olunmuş xüsusi gimnastika xalçasında yerinə yetirilir. Musiqi müşahidəsi ilə, baxın müəllimlər, musiqi müşahidəsi ilə deməli, icra olunan sərbəst hərəkətlər rəqs ardıcıllığı, akrobatika elementləri özündə birləşdirirlər. Gimnast çıxış zamanı yalnız müəyyən olunmuş hərəkətlərin icrası ilə zamanı yalnız müəyyən olunmuş kifayətlənməməli, eyni zamanda özünü ifadə etməlidir. Cürbəcür, yəni hərəkətlərlə. Hakimlərdən yüksək hal almaq üçün çıxış özünə məxsusluq, orijinallıq, kamillik, ustalıq və artistizm ilə seçilməlidir.